Siz bir buna baxın. Mən həyatımda bu qədər güclü sovuran robot toz sovuran görməmişəm. 35.000 Pascal Wormux sovurma gücü ilə Dreame elə bir iş görüb ki, X60 Ultra robot toz sovuran dünyasının Formula 1 maşınıdır. O qədər güclü çəkir ki, kalçaların ən dərin qatından qumu 89%, ev heyvanları tüklərini isə laboratoriya sınaqlarında nadir rast gələn 100% təmizlik təmin edir. Nvidia çipi ilə dəstəklənən 120 dərəcəlik binokulyar AI kameralar sayəsində bu cihaz saniyənin yalnız 0.1-də qərar verir. 280-dən çox obyekt tipini zülmət qaranlıqda proaktiv light işıqlandırması ilə dərhal tanıyaraq onlardan yan keçir. Bu modelin mühəndisliyi möcüzəsi onun cəmi 7.95 sm-lik ultra nazik gövdəsində gizlənir. Versalift texnologiyası sayəsində robot mebel altına girdikdə öz lidar gülləsini avtomatik olaraq aşağı çəkir və digər flaqman modellərin ilişib qaldığı yerlərdə sərbəst hərəkət edir. Lakin nazik olması sizi yanıltmasın. ProLip aktiv askı sistemi cihazı yuxarı qaldıraraq 8.8 sm hündürlükdəki pillələri, maneələri və ikiqat qapı eşiklərini rahatlıqla aşmasına imkan verir. Bu bazar ortalamasından az qala 4 qat daha yüksək keçid qabiliyyətidir. Xəttinin ən detallı innovasiyası olan Pressure Seal Carpet Cleaning xalça aşkarladıqda işə düşən Retractable Pressure Plate ilə təchiz olunub. Bu lövhə fırçanın ətrafını kiçik bir vakuum kamerasına çevirərək hava sızmasını önləyir və 35.000 Pascal gücünü birbaşa xalça üzərinə ötürür. Hyperstream Duo Brush 2.0 sistemi fırça fırlanma sürətini 1150-dən 1600 RPM-ə qaldıraraq tükləri tikə-tikə edərək birbaşa sovurma kanalına indirir və ən əsası fırçaya dolaşma problemini 100% həll edir. Təmizlik bitdikdə All-in-One Power Dock stansiyası robotu cəmi 80 dəqiqə ərzində düz 80% enerji ilə doldurur. Stansiyadakı Thermo Hub texnologiyası paspasları 100% Celsius dərəcədə yuyaraq bakteriyaları və yağ ləkələrini tamamilə məhv edir. Ardınca isə isti hava ilə onu qurudur. Mop Extend Robo Swing funksiyası bu paspasları 4 sm-ə qədər kənara çıxararaq künclərdə 100% təmizlik təmin etdiyi halda rejimə bağlı olaraq bir şarjla düz 180 dəqiqə işləyə bilir. Bu robot yalnız evinizi süpürmür. O, robot toz soranın flaqman qabiliyyətini evinizə gətirir.